Bağışlayan ve mehriban Allah'ın adıyla. Yasin. Ya Muhammed, hikmətle dolu Qur'ana and olsun ki, sen həqiqətən Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan peyğəmbərlərdənsən. Düz yoldasan. Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allah'ın əsl tövhid dini olan İslam dinindəsən. Bu yolu tutub gedən haqqa yetişər. Bu Qur'an, mülkündə yenilməz qüvvət sahibi, bəndələrinə mərhəmətli olan Allah tərəfindən nazil edilmişdir ki, onunla cahiliyyət dövründə ataları Allah'ın əzabı ilə qorxudulmamış və Allah'ın hökmlərindən, imandan, tövhiddən qafil olan bir tayfanı xəbərdar edib qorxudasan. And olsun ki, onların əksəriyyəti barəsində o söz, əzəldən buyurduğumuz əzab hökmü gerçək olmuşdur. Çünki onlar Allah'a və Peyğəmbərinə iman gətirməzlər. Biz onların boyunlarına dəmir həlqələr, zəncir keçitmişik. O həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında belə deyirlər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər. Biz onların önlərinə və arxalarına səc çəkib, gözlərini bağlamışıq. Buna görə də Allah'ın qüdrətinə dəlalət edən əlamətləri görmürlər. Kafirlərin qəlb gözü kör edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mənən kördülər. Ya Peyğəmbər, sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün birdir. İman gətirməzlər. Sən ancaq Qur'ana tabi olub, görmədən Rəhmandan, onun əzabından qorxan kimsəni qorxuda bilərsən. Beləsinə axirətdə bağışlanacağı və çox gözəl bir mükafata, cənnətə nail olacağı ilə müjdə ver. Həqiqətən ölüləri dirildən, onların dünyada nə etmiş olduqlarını və qoyub getdiklərini yazan bizik. Biz hər şeyi hesaba alıb, açıq aydın lövh-i məhfuzda, zəmanə imamının yanında təsbit etmişik. Ya Peyğəmbər, sən onlara o şəhər əhlini, Antakiyalıları misal çək. O zaman ki, onlara elçilər gəlmişdi. O zaman onlara 2 elçi göndərmişdik, amma onlar ikisini də təksib etmişdilər. Biz də o 2 elçini 3-cüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər, həqiqətən biz sizə göndərilmiş elçilərik. Antakiyalılar, siz də bizim kimi ancaq adi bir insansınız. Heç bir şeydə bizdən üstün deyilsiz. Əgər Peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz. Rəhman sizə heç bir şey, kitab, möcüzə nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız, dedilər. Elçilər dedilər, Rəbbimiz bizim
doğrudan da sizə göndərilmiş elçilər olduğumuzu bilir. Bizim vəzifəmiz yalnız Allahın hökmlərini, peyğəmbərliyi açıq-aşkar təbliğ etməkdir. Antakiyalılar dedilər, biz sizdə bir nəsqədəmlik gördük. Sizin ucbatınızdan bizi bədbəxtlik bastı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi. Həqiqətən, əgər Allahın elçiləri olmaq iddianızdan əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır. Elçilər dedilər, sizin nəhsliyiniz, uğursuzluğunuz öz ucbatınızdandır, öz küfrünüz üzündəndir. Məyər sizə öyüd nəsiyyət verildikdə, onu uğursuzluğa, nəhsliyə mi yozursuz? Xeyr, siz günah etməkdə həddini aşan bir cəmaatsız. Şəhərin, Antakiyanın ən ucqar tərəfindən abid bir kişi tələsik halda gəlib dedi, ey qövmüm, elçilərə tabe olun. Sizdən haqqa dəvət müqabilində heç bir muzd, mükafat istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin. Antakiyalılar Həbib Nəccardan, sən bu elçilərə tabi olmusanmı deyə soruşduqda, o dedi, axı mən niyə məni yaradana ibadət etməməliyəm? Siz də qiyamət günü onun huzuruna qaytarılacaqsınız. Mən heç ondan qeyri tanrılar mı qəbul edərəm? Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni Allahın əzabından xilas edə bilməzlər. Belə olacaq təqdirdə, mən haqq yoldan açıq-aşkar azmış olaram. Ey Antakiya əhli! Yaxud siz ey elçilər! Həqiqətən mən sizin Rəbbinizə iman gətirdim. Məni eşidin, iman gətirməyimə şahid olun. Antakiyalılar bu sözü eşidən kimi Həbib Nəccarı daşqalaq edib öldürdülər. Ona şəhid olduğu üçün Allah dərgahından cənnətə daxil ol deyildi. Həbib Nəccar cənnətə daxil olub oradakı nimətləri, hörmət, izzəti gördükdən sonra dedi, kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi. Ondan, Həbib Nəccardan sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. Onların cəzası ancaq dəhşətli, tükürpədici bir səs, Cəbrailin qışqırtısı oldu. Dərhal məhv olub, şam kimi sönüb getdilər. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər. Buna görə də əzaba düşar olarlar. Məyər olar, müşriklər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi? Hamı, bəli, hamı qiyamət günü bizim huzurumuza gətiriləcəkdir. Ölü torpaq olar üçün qiyamət günü ölüləri dirildəcəyimizə bir dəlildir. Biz onu yağışla dirildir, oradan arpa, buğda, düyü və s. kimi dənələr çıxardırıq. Onlar da ondan yeyirlər. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən, yaxud becərmədiklərindən yesinlər. Hələ də şükr etməzlər. Yerin yetişdirdiklərindən, onların
insanların özlərindən və bilmədiklərindən erkək və dişi olmaqla cütlər yaradan Allah pak və müqəddəsdir. Eyibsiz və nöqsansızdır. Gecə də onlar üçün qüdrətimizə bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar. Günəş də qüdrət əlamətlərimizdən biri kimi özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, hər şeyi bilən Allahın təqdiridir, əzəli hökmüdür. Biz ay üçündə mənzillər müəyyən etdik. Nəhayət, o, həmin mənzilləri başa vurduqdan sonra dönüb xurma ağacının qurumuş əyri budağı kimi hilal şəklində olar. Nə günəş aya çatar, yetişər, nə də gecə gündüzü ötə bilər. Günəş, ay və ulduzların hər biri özünə məxsus bir göydə, öz hədəqəsində, öz dairəsində üzər. Övladlarını, yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə, dolu gəmilərə mindirməyimiz, sonra dənizdə istədikləri yerə getmələri də onlar üçün qüdrətimizə bir dəlildir. Onlar üçün bunun kimi başqa minik vasitələri də yaratdıq. Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar. Yalnız bizdən bir mərhəmət olaraq və bir qədər əcəlləri çatana dək dolanıb keçinmələri üçün onları xilas edərik. Onlara, müşriklərə, önünüzdə və arxanızda olandan, dünya və axirət əzabından qorxun ki, bəlkə rəhm olunasız deyildikdə, dönüb gedər, öyüd nəsihətə qulaq asmazlar. Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üç çevirməsinlər. Onlara Allahın sizə verdiyi ruzidən ehtiyacı olanlara sərf edin deyildiyi zaman, kafirlər möminlərə, Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni biz mi yedirdəcəyik deyərlər. Siz bu etiqadınızla sadəcə olaraq haqq yoldan açıq-aşkar azmısınız. Onlar, əgər doğru söylüyürsünüzsə, bir xəbər verin görək, bu vəd, qiyamət günü nə vaxt yerinə yetəcək deyərlər. Onlar küçədə, bazarda bir-biri ilə çənəboğaz olarkən, özlərini saracaq, yalnız bir dəhşətli, tükürpədici səsə, İsrafilin surunun birinci dəfə çalınmasına bənddilər. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər. Sur ikinci dəfə çalınan kimi, qiyamət günü qəbirlərindən qalxıb, sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər, vay halımıza, bizi yatdığımız yerdən, qəbr evindən kim qaldırdı? Onlara belə deyiləcək, bu Rəhmanın məxluqata buyurduğu vəddir, qiyamət günüdür. Peyğəmbərlər doğru deyirlərmiş. Yalnız bir dəhşətli səs qopan İsrafil axırıncı dəfə surunu çalan kimi, onlar hamısı haqq hesab üçün qarşımızda hazır duracaqlar. Bugün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz. Cənnət əhli bugün keyflə, əyləncə ilə məşğuldur. Onlar, mömin kişilər və zövcələri kölgəliklərdə yumuşaq taxtlara söykənmişlər. Orada onlar üçün hər cür meyvə və istədikləri hər şey vardır. Rəhimli Rəbdən onlara salam deyiləcəkdir. Kafirlər cəhənnəmə varid edilərək, onlara belə deyiləcək,
Ey günahkarlar! Bugün möminlərdən ayrılın. Ey Adəm övladı! Məyər mən dünyada sizə şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir deyə buyurmadımmı? Və mənə ibadət edin, bu doğru yoldur deyə əmr etmədimmi? Həqiqətən, şeytan içərinizdən çoxlarını yoldan çıxartdı. Məyər ağlınız kəsmirdi? Bu sizə vəd olunan cəhənnəmdir. Kafir olduğunuza görə bugün girin ora, yanın. Bugün, qiyamət günü şeytana uyub ibadətimdən uzaq olanların ağızlarını mühürləyərik. Etdikləri əməllər, qazandıqları günahlar barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər. Əgər istəsəydik, dünyada gözlərini büsbütün kör edərdik, onları zahiri gözdən də məhrum edərdik. Və onda onlar, adət etdikləri yolda bir-birini ötməyə çalışardılar və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar. Amma belə bir vəziyyətdə yolu necə görə bilərdilər? Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə, elə bir şəkilə salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəkilə salarıq. Qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik. Məyər kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu dərk etməzlərmi? Biz ona, Məhəmməd əleyhissalama şeir öyrətmədik və bu ona heç yaraşmaz da, lazım da deyildir. Ona vəhy olunan ancaq öyüd nəsihət və haqla batili ayırt edən açıq-aşkar Qur'andır ki, onunla diri olanları, ağıl və bəsirət sahiblərini qorxutsun. Və o deyilən söz, əzəldən buyurduğumuz əzab hökmü kafirlər barəsində gerçək olsun. Məyər bizim öz əllərimizlə, öz qüdrətimizlə onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi? Bunları, bu davarları onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də. Onların o heyvanlarda başqa-başqa mənfəətləri və içəcəkləri südləri də var. Hələ də şükr etməzlərmi? Müşriklər bəlkə özlərinə bir yardım oluna deyə Allahdan başqa tanrılar, bütlər qəbul etdilər. O bütlər onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün onları başqalarından qoruyan hazır əskərlərdir. Ya Muhammed, onların sən peyğəmbər deyilsən, şairsən sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik. Məyər insan onu nütvədən yaratdığımızı görmədimi ki, birdən-birə Rəbbinə açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub, çürümüş sümükləri kim dirildə bilər deyə, hələ bizə bir məsəl də çəkdi. Ya Peyğəmbər, de, onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər bir məxluqu, yaradılışından əvvəl də, sonra da çox gözəl tanıyandır. O yaradan ki, sizin üçün yaşıl ağacdan, Ərəbistanda bitən mərx və ifar ağaclarından o da əmələ gətirdi. Budur, siz indi ondan,
o iki ağacı bir-birinə sürtməklə od yandırırsınız. Məyər göyləri və yeri yaradan, bir daha onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. Hər şeyi yaradan, hər şeyi bilən odur. Bir şeyi yaratmaq istədiyi zaman, Allahın buyurduğu ona ancaq ol deməkdir. O da dərhal olar. Hər şeyin hökmü, ixtiyarı əlində olan Allah pak və müqəddəsdir. Siz də qiyamət günü dirilib, onun huzuruna qaytarılacaqsınız.